Xəbərin olsun, səhər verilişi əziz tamaşaçılarımız davam edir, qonağımız olacaq. Çox mühüm bir məsələyə toxunmuşuq, ondan bəhs eləyəcəyik. Əlillərdən danışacağıq. Bəli, əlillər cəmiyyətin ən həssas təbəqəsidir. Elə buna görə də bütün dünyada fiziki imkanları məhdud olan insanlara dövlətlər və cəmiyyətlər səviyyəsində qayğı göstərilir. Onların reabilitasiyası, məşğulluqlarının təmin olunması istiqamətində konkret addımlar atılır. Bütövlükdə dünya əhalisinin təxminən 15%-ni fiziki cəhətdən qüsurlu insanları təşkil edir. Ölkəmizdə də əlilliyi olan şəxslərə hər tərəfli dövlət qayğısı göstərilir. Reallaşdırılan böyük sosial paket çərçivəsində əlillərə verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətinin əhatə dairəsi genişlənir, sağlamlıq imkanları məhdud gənclərin peşə təlimi diqqət mərkəzində saxlanılır, onların məşğulluq imkanları artırılır. Bütün bunları daha geniş şəkildə studiya qonağımızla müzakirə edəcəyik. Qonağımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti və İnklüziv İnkişaf Şöbəsinin müdir müavini Nuranə Həsənovadır. Nuranə xanım, xoş gəlmişsiniz səhərin bu çağında studiyamıza. Salam, xoş gördük. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm, yaxşıyam. Bəli, əlil vətəndaşlarımız indi bu və digər səbəblərdən anadan gəlmə əlil olur, sonradan qazanılmış əlillər olur, yəni sonra müharibə şəraitində əlil olur. Mən ümumilikdə istəyərdim ki, Azərbaycanda hazırda nə qədər əlilliyi olan şəxs var, bax, bununla bağlı məlumat verəsiniz. Bəli, ilk olaraq başlamamışdan öncə bildirmək istərdim ki, hər bir dövlətin inkişaf səviyyəsini göstərən əsas meyarlardan da biri də cəmiyyətin həssas əhali qrupuna, o cümlədən əlilliyi olan şəxslərə münasibətidir. Ölkəmizdə də əlilliyi olan şəxslərin cəmiyyətə tam bərabər hüquqlu iştirakı, onların hüquqlarının müdafiəsi, onların imtiyazlardan yararlanması dövlətin hər zaman prioritet istiqamətlərindən biridir. Və bununla bağlı qanunvericilikdə ötən dövrdə bir sıra normativ hüquq aktlarda dəyişikliklər edilmişdir. Sosial xidmətin şəbəkəsi genişləndirilmişdir. Onlara verilən reabilitasiya vasitələri, imtiyazlarda dəyişikliklər edilmişdir. Və yeri gəlmişkən statistikaya nəzər saldıqda isə hazırda ölkədə 500 min əlilliyi olan şəxs vardır ki, bu da əhalinin 5%-ni təşkil edir. 5%-ni təşkil edir. Ümumilikdə əlillik təyinatı necə aparılır? İndi bilirik ki, artıq elektron versiyadan çox geniş şəkildə istifadə olunur. Hansı şəkildə, hansı şəraitdə aparılır bax onların təyinatı? Bəli, sizin də qeyd etdiyiniz kimi bu proses tam olaraq elektronlaşdırılıb və mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq vətəndaş əlilliyi müəyyən edilməsi üçün qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət edir və bu tibb müəssisəsində həkim məsləhət komissiyası tərəfindən vətəndaşın fərdi məlumatları, xəstəliyi ilə bağlı xüsusiyyətləri və bu göndərişə daxil edilir. Göndəriş də forma 88 dediyimiz bu göndəriş bu tibb müəssisəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sisteminə, əlillik sisteminə daxil edilir və bu proses qanunvericiliyi də müəyyən edilmiş müddətdə qiymətləndirilir. Qiymətləndirilmə komissiya tərəfindən həyata keçirildikdən sonra vətəndaşı bu haqda əgər əlillik təyin olunursa əlillik, imtina halı varsa imtina və səbəbi göstərilməklə SMS vasitəsilə bildirilir. Və onu da qeyd etmək istərdim ki, əgər vətəndaşın əlillik təyinatı həyata keçirilirsə, bu tam proaktiv qaydada vətəndaş heç bir yerə müraciət etmədən onun sosial ödənişi həyata keçirilir. Bu sistemin elektronlaşdırılmasında məqsəd vətəndaş məmur ünsiyyətinin insan amilinin sıfıra endirilməsi, vətəndaşın daha xidmətlərə əlçatanlığının təmin edilməsi və xidmətin daha proaktiv həyata keçməsidir. Əlillərin ümumiyyətlə psixi və fiziki vəziyyəti də çox önəmlidir və reabilitasiya mərkəzləri var. Bunun üçün ölkəmizdə kifayət sayda. İstəyərdim ki, bax, bundan bəhs eləyəsiniz, onların reabilitasiya keçməsindən. Bəli. Hansı şəkildə, hansı formada, ümumiyyətlə, həmin şəxslər mərkəzlərə necə müraciət eləyir? Bəli, ilkin olaraq ölkədə Nazirliyin tabeliyində 16 ixtisaslaşmış reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Onun 4-ü uşaqlar üçün, 11-i isə böyüklər üçündür, yəni əlilliyi olan şəxslər üçün. Və eyni zamanda bir protez, ortopedik istehsalat və reabilitasiya müəssisəsi mövcuddur. Bu, qeyd etmək istərdim ki, bu müəssisələrə
ötən dövrdə, yəni 2025-ci ildə 142 min əlilliyi olan şəxs bu xidmətlərdən yararlanmışdır ki, bu xidmətlər ambulator, stasionar, yarım stasionar, səyyar, onlayn formada həyata keçirilmişdir və ümumilikdə 13.700 əlilliyi olan şəxsə reabilitasiya vasitəsi verilmişdir ki, bu da ümumilikdə 212 mindən çox protez, ortez, təkərli oturacaq və digər protez vasitələridir ki, vətəndaşlara verilmişdir. Və daha bir layihəmiz vardır ki, RehaPoint reabilitasiya məntəqəsidir. Bu layihənin məqsədi odur ki, regionlarda bəzi ərazilərdə, bizim reabilitasiya müəssisəsi olmayan ərazilərdə belə bir məntəqə açılmışdır. İlk dəfə belə bir məntəqə Qarabağ Regional Dost Mərkəzində, Bərdə şəhərində açılıb. Bu mərkəzin əsas məqsədi nədir ki, reabilitasiyaya ehtiyacı olan vətəndaş bu mərkəzə yaxınlaşaraq orada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, loqopedik, psixoloji xidmətlər eyni zamanda onun istəyinə uyğun olaraq reabilitasiya vasitəsilə təmin edirlər. Bu, vətəndaşların regionlarda daha asan əlçatan xidmətlərə əlçatanlığını təmin edir və eyni zamanda bu reabilitasiya ilə bağlı RehaBas layihəsi vardır ki, bu da çox maraqlı bir layihədir. Layihə Bakı şəhərində, Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda müəyyən bir təyinat nöqtəsi müəyyən edilmişdir ki, burada əlilliyi olan uşaqları bu məntəqələrdən, bu təyinat nöqtəsindən götürərək müəyyən reabilitasiya mərkəzinə aparılır və o vətəndaş orada reabilitasiya xidməti keçdikdən sonra yenidən bu məntəqələri geri qaytarır. Bu da vətəndaşlarımızın daha asan infrastruktur problemi ilə üzləşmədən daha asan reabilitasiya xidmətlərinə əlçatanlığını təmin edir. Və yeri gəlmişkən bu RehaBas Gəncə şəhərində də keçən ildən bu layihəyə start verilmişdir. Həmçinin qeyd elədiniz ki, səyyar xidmət həyata səyyar keçirilir. xidmət həyata keçirilir. Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün də dost mərkəzlərinə, eləcə də Nazirlik çağrı mərkəzinə zəng edərək məlumat əldə edə bilərlər. Nurədə xanım, bir sujetimiz olacaq. Bu həssas təbəqədən olan bizim vətəndaşlarımız üçün, əlilliyi olan şəxslər üçün əməkdaşlarımız bir material hazırlayıblar. Gəlin birlikdə izləyək. Buyurun. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas sosial qruplara aid olan vətəndaşlar, yəni benefisiarlar müxtəlif istiqamətlər üzrə ödənişsiz təlimlərə cəlb olunurlar. Benefisiarlar dedikdə mərkəzin təqdim etdiyi xidmət və imkanlardan faydalanan şəxslər nəzərdə tutulur. Burada həssas qrupa daxil olan şəxslər təlim alırlar. Təlimlər iştirakçıların bilik və bacarıqlarının inkişafına, özünəinamlarının möhkəmlənməsinə, cəmiyyətə daha fəal inteqrasiyasına və gələcək məşğulluq imkanlarının genişlənməsinə xidmət edir. Artıq bir sıra benefisiarlar müxtəlif müəssisələrdə işlə təmin olunub. Bəziləri isə elə mərkəzin özündə təlimçi kimi fəaliyyət göstərir. Mərkəzin təşkil etdiyi təlimlərdə iştirak edən benefisiar Anara Məmmədova deyir ki, yaradılan imkanlar sayəsində onlar təkcə ölkə daxilində deyil, xarici ölkələrdə keçirilən tədbir və yaradıcılıq səfərlərində də iştirak edirlər. Mən bir ildən artıqdır ki, artıq burada bu mərkəzdə, fəaliyyət göstərən mərkəzdə təlimlər alıram. Təlimlər alıram deyəndə ki, əsasən musiqi istiqamətində təlim almışam bu günə qədər. Təlimçimiz Sumay xanım Aslanovadır. Bizim özümüzün ansamblı da var, orkestri də var. Burada bir çox tədbirlərdə iştirak edirik. İstər mərkəzin daxilində olan tədbirlər, istər dövlət tədbirləri olsun, istəyir xarici səfərlər olsun və yaxud da ki, Azərbaycanın başqa bölgələrinə deyə səfərlərimiz olsun. Yəni, bir çox yerlərdə səhnələr alırıq. Amma bununla yanaşı, yaxın zamanlarda düşünürəm ki, bizdə fəaliyyət göstərən, belə deyək də, zərb alətləri, udarnik deyirlər. Yəni, onlardan da təlim götürmək istəyirəm. Yəni, bu elə bir növ məşğulluq kimi bir şeydir. Yəni, gələcəkdə də təbii ki, hər hansı bir sahə üzrə çalışmağımıza yol açır. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Lamiyə Kərimova isə deyir ki, o, mərkəzdə səhnə ifaçılığı üzrə təlimlərə qoşulub. Qısa müddətdə qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif teatr kollektivlərinin diqqətini cəlb edib və artıq teatrlardan iş təklifləri almağa başlayıb. Mən buraya təxmini deyək bir ildir gəlirəm, səhnə ifaçılığı üzrə gəlirəm. Bura mənə çox şey öyrətdi əslində. Yəni, incəsənətin dərinliyini, incəliyini öyrənmiş oldum. Yəni, burada hətta tamaşamız da oldu, xırda qısa metrajlı səhnəciyimiz də oldu. Burada peşəkarlaşıb, bəzi teatrlarda aktrisa kimi
təklif alıram. Qeyd edək ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Mərkəzdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, az təminatlı ailələrin üzvləri və əlilliyi olan şəxslər üçün müxtəlif istiqamətlər üzrə təlim kursları xidmət göstərir. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qrupa daxil olan şəxslərin cəmiyyətə inteqrasiyası, təhsil və yaradıcılıq bacarıqlarının inkişafı, eləcə də məşğulluq imkanlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir. Aytac Əsədova, Yunis Yusifli. Nurayda xanım, bəzi əlilliyi olan sujetimizi izlədik ki, yəni onların belə deyim də stimullaşdırmaq, işlə təminatı, ondan sonra əgər onların imkan verirsə fiziki və əqli cəhətdən onlar işlə təmin olunurlar. Hətta bir çox dövlət strukturlarında da əlil bizim vətəndaşlarımız, yenə deyirəm, əgər o işləmək kriteriyalarına, tələblərinə cavab verirlərsə, işlə də təmin olunurlar. Sosial xidmət də önəmlidir. Bəzi vətəndaşlar var ki, o əlil olan şəxslər arasında vətəndaşlarımız, onlar iş imkanlarından, yəni evdə belə təmizlik işləridir, özlərinə baxımdır və bu və digər dövlət tərəfindən bəs onlara hansısa sosial xidmətlər göstərilirmi və hansı şəkildə bu olur? Hazırda sosial xidmətin formalarına uyğun olaraq əlilliyi olan şəxslərə səyyar, stasionar və yarım stasionar formada sosial xidmət göstərilir. Sualınıza əsasən gəlin evdə səyyar xidmətdən danışaq. Bu əlilliyi olan, tənha yaşayan əlilliyi olan şəxsdir ki, onun sosial xidmətə ehtiyacı olur və bu zaman müraciət edir. O vətəndaşa evində sosial işçi və sosial xidmətçi tərəfindən xidmət göstərilir və bu nə xidmətdir? Onun asudə vaxtının və bildiyiniz kimi tənha yaşayır, onun asudə vaxtının səmərəli təşkil edilməsidir. Gündəlik məişət şəraitində üzləşdiyi problemlərin həllidir. Onun hər hansı bir ödənişi varsa, hər hansı bir gündəlik həyatında rastlaşdığı bir problem varsa, sosial xidmətçi və sosial işçi tərəfindən bu məsələ öz həllini tapır. Bəs həmin şəxslər necə müraciət edir ki, onların sosial xidmətə ehtiyacları var? Necə nəzarətdə saxlayırsınız onları? Məsələn, indi bəlkə də tamaşaçılarımız arasında eləsi var ki, ona həqiqətən də istər bölgələrdə olsun, paytaxtımızda yardıma ehtiyacı var. Necə müraciət edir və yaxud da necə onları siz kontrol edirsiniz ki, ehtiyacı var sosial xidmətə? Bu zaman onlar çox rahatlıqla dost mərkəzlərinə və eyni zamanda Sosial Xidmət Agentliyinə müraciət edə bilərlər. Bu fəaliyyət bizdə regionlarda da göstərilir, Bakı şəhərində də operativ olaraq göstərilir. Vətəndaş müraciət edir və onun yaşadığı ərazi üzrə müraciət qeydə alınaraq vətəndaşın müraciəti cavablandırılır. Və sosial xidmət demişkən, bizim müəssisələrdə də əlilliyi olan şəxslərə müəssisələrdə də sosial xidmət göstərilir və bu stasionar qaydada həyata keçirilir. Onlar sosial xidmətin növü olan tibbi, psixoloji, iqtisadi, pedaqoji xidmətlərdən yararlanırlar və eyni zamanda regionlarda bizim sosial xidmətlər həyata keçirilir. Bu, Nazirliyin sifarişi ilə həyata keçirilən layihələrdir. Bir layihədə əlilliyi olan uşaqlara reabilitasiya xidmətinin regionlarda göstərilməsidir ki, bu artıq 30 regionu əhatə etmişdir və 1500-dən çox uşaq bu layihəyə cəlb edilmişdir. Bu layihənin əsas məqsədi uşaqların sosial bacarıqlarının aşkar edilməsi, onların bir araya toplanması və cəmiyyətə inteqrasiyası məqsədini daşıyır. Bir də əlilliyi olan şəxslər üçün nəzərdə tutulan imtiyazlardır. O cümlədən onların sanatoriya, kurort putyovkası ilə təminatıdır. Bax, bu məsələyə də istəyərdim toxunasınız. Bəli, biz daha öncə qeyd etdiyimiz kimi onların imtiyazları, əlilliyi olan şəxslərin müavinəti, pensiyası, Azərbaycan Respublikası Prezidentinin təqaüdü, reabilitasiya vasitələri bunlar hər zaman dövlətin prioritet istiqamətlərindəndir ki, onların imtiyazlarına, onları imtiyazları ilə, hüquqları ilə bağlı təmin etmək və bəli, qeyd etdiyiniz kimi sanatoriya kurort putyovkası ilə təmin edilməsi ilə bağlı onların hüquqları da vardır ki, bu, Nazirlər Kabinetinin 406 nömrəli qərarına əsasən hər bir əlilliyi olan şəxsə, işləməyən əlilliyi olan şəxs Sosial Xidmət Agentliyi və yaxud da Dost Agentliyinə müraciət edərək onlar sanatoriya kurort putyovkası ilə ildə bir dəfədən çox olmamaqla ölkə hüdudları daxilində təmin edilirlər. Və bu yaxında edilən, bu ötən ildə edilən dəyişikliklərə əsasən də əlilliyi olan uşaqlar müşayiətçi ilə gedə bilirsə də, digər kateqoriyadan olan şəxslər də artıq müşayiətçi ilə, bəli, sanatoriya kurort putyovkasından yararlana bilirlər.
Belə anladım ki, onlara həmçinin orada belə sosial yardım göstərilir, Bəli, onların yardım aparılması, göstərilir. yerləşdirilməsi və bu kimi. Bəli, eyni zamanda əlilliyi olan uşaq əgər sanatoriya kuror putyovkası ilə müraciət edirsə, onun valideyni də bu xidmətdən istifadə edə Valideyni bilir. də həmçinin istifadə edə bilər. Həm bunu da aydınlıq gətirmiş olduq. Bir də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası əsas məsələdir. Bax, bunun təmin edilməsidir. Həmçinin onların bacarıq və biliklərinin, yaradıcılıq potensialının inkişafı istiqamətində hansı addımlar atılır qurum tərəfindən? Bizim də az öncə efirə gedən sujet xəttinə əsasən Nazirliyin tabeliyində Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu fəaliyyət mərkəzinin əsas məqsədi ondan ibarətdir ki, uşaqlar, eləcə də əlilliyi olan şəxslərin potensialının üzə çıxarılması, onlarla məşğələlərin aparılmasıdır ki, bu mərkəzdə səs yazma, audio, oyma, bağban, landşaft dizaynı bu kimi peşələri yiyələnmək üçün orada tədbirlər həyata keçirilir və daha sonra bu mərkəzdə həmin şəxslərin festivallara, teatrlara, ustad dərslərinə, məşğələlərə qoşulmaq kimi bir şansları olur və bu da onların gələcəkdə iş sahibi olmaq, məşğulluğunun təmin edilməsində özlərində özgüvənin formalaşmasına gətirib çıxarır ki, onlar eyni platformada bu mərkəzdə görüşürlər, söhbət edirlər, onların cəmiyyətə inteqrasiyası da təmin edilir. Və əlavə olaraq Nazirliyin tabeliyində belə bir mərkəz də var ki, onların peşə reabilitasiyasını, peşə bacarıqlarını inkişaf elətdirir ki, bu da əlilliyi olan şəxslərin əmək peşə reabilitasiya mərkəzidir. Bura yaşı 15-35 yaşı olan şəxslərin əmək peşə bacarıqları, peşə bacarıqlarını yiyələnməsi üçün dərslər keçilir, həm praktiki, həm nəzəri dərslər keçilir, sertifikatlar verir ki, bu da həmçinin onların gələcəkdə məşğulluq imkanlarının sahiblənməsini artırır. Görün, nə qədər bu stimullaşdırıcı layihələrdir, onların özgüvənini də o özünə qaytarır. Hansı ki, dediyiniz kimi, o potensialı olan bizim elə həssas təbəqədən olan vətəndaşlarımız var, xüsusilə də uşaqların istiqamətlə, uşaqların, yəni o maraqlarının kəşf olunması istiqamətlə mühüm layihədir bu. Bir də Azərbaycanda əlilliyi olan şəxslərin media məkanında təmsilçiliyidir, onların inklüziv dilidir. Bax, buna bağlı hansı layihələriniz icra olunub? Bu inklüzivlik media məkanında təmsilçiliklə də bağlı bir sıra layihələrimiz icra olunur ki, burada adətən biz hazırda Nazirlik tərəfindən 2020-ci ildən etibarən media inklüzivlik dili ilə bağlı belə bir qanunvericilikdə dəyişiklik olunmuşdur və şəxslərin cəmiyyətdə iştirakını təmin edən bir layihə olmuşdur ki, və bu da əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya edilməsində tam əvəzsiz bir rol oynamışdır. Nurayyə xanım, çox təşəkkür edirəm. Yəni, əlilliyi olan vətəndaşlarımız bizim həssas təbəqədən olan vətəndaşlarımızdır. Göründüyü kimi, Nurayyə xanım, onlar üçün nə qədər şərait yaradılır, qurumunuz tərəfindən hansı layihələr icra olunur, istər onların qeyd elədiyiniz kimi sosial xidmət olsun, reabilitasiyası olsun, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə ətraflı məlumat verdiniz. Buna görə sizə çox təşəkkür edirəm. Önəmli demək istədiyiniz bir söz də varsa, buyurub deyə bilərsiniz, amma qısa xahiş eləyəcəm əlbəttə ki, hansısa bir çağırış ola bilər. Məsələn, əlil vətəndaşlarımıza, onların əgər elə övladları varsa... Əslində, bu inklüzivliklə bağlı, internet saytlarda inklüzivliklə bağlı qeyd etmək istərdim ki, bugün e-sosial platforması üzərindən Aydos vasitəsilə əlilliyi olan şəxslər hər hansı bir sorğuları varsa müraciət edib istifadə edə bilərlər. Eyni zamanda e-sosial platformasında xəritələşmə layihəsi vardır ki, bu xəritələşmə layihəsi sosial xəritələşmə. Əlilliyi olan şəxsin xidmətlərə, müəssisələrə haqqında məlumatlara əlçatanlığını təmin edir. Əgər vətəndaş hər hansı bir ucqar rayonda və yaxud da hər hansı bir ərazidə yaşayırsa, paytaxtdan kənarda, bu yaşadığı ərazidə hansı bir xidmətdən yararlanmaq istədiyini bu xəritələşmə vasitəsilə əldə edir. Siz təsəvvür edin, o yaşayır həmin ərazidə, bu ərazidə hansı bir müəssisə var olmasına dair bir məlumatı yoxdur. Bu xəritələşmə layihəsi vasitəsilə eyni zamanda orada baş verən inklüziv tədbirlər, layihələr, müəssisələr barədə ətraflı məlumat əldə edir. Xüsusi əlaqə nömrəsi ilə də əlaqə saxlaya bilirlərmi? Məsələn, internetə çıxışı olmayan bəzi insanlar ola bilər. Bəli. Bəli, 142 çağrı mərkəzi vasitəsilə əlaqə saxlaya bilərlər və eyni zamanda da Dost Xidmətləri Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə operativ xidmət göstərilir. Təşəkkür edirəm Nurayyə xanım. Əminəm ki, ətraflı şəkildə dinlədilər, əgər elə vətəndaşlarımız da varsa. Çox sağ olun fikirlərinizə görə, gəlib bizimlə bölüşdüyünüzə görə.